Kofe içməyi sevən xanımlar ekrana yaxın əyləşin, çünki bu video sizlər üçündür. Faberlic şirkətindən kofe aparatı almışam. Bunun hər bir incəliyini sizinlə bölüşəcəyəm. Bu formada kutu və salafanın içərisində gəlir. Kitabçası vardır. Rahat bir şəkildə oradan baxıb təlimatlarını izləyə bilərsiniz. Aparatımız 3 hissədən ibarətdir. Ən əsas alt hissəsinə işarə qoyulan yerə qədər suyu doldururuq və yaxud da südümüzü doldururuq. Daha sonra isə süzgəcli olan hissəsinə kofemizi tökürük və başlığını bağlayırıq. Daha sonra qoyuruq qazın üzərinə. Qazın üzərində təqribi 2-3 dəqiqə qalıb qaynamalıdır. Qaynayan zaman səs çıxardır. Bu səs nəticəsində biz artıq kofemizin hazır olduğunu bilirik. Heç bir torta olmur. Yəni tamamilə təmiz bir şəkildə aşağı hissədən yuxarı hissəyə qaynayaraq tökülür. Rahat bir şəkildə də servis edib içə bilərik. İndidən hər kəsə nuş olsun.